İstiğfar ümumiyyətlə Allahın bəndəsinə əta elədiyi bir xeyirdir. Hədislərin birində belə buyurulur ki, İnnəllaha izə ərada bi'abdin xeyra. Həqiqətən Allah əgər bir bəndəsinə xeyir vermək istəsə, fəəznəbə zəmbən ətbəəhu binəqmətin. O bəndə günah eləyəndən sonra Allah Teala ona bir bəla göndərər. Və yüzəkkiruhu əl-istiğfarı. İstiğfarı onun yadına salar. Yəni Allah Teala o bəndə ki günah eləyir, günahın ardınca ki ona bəla göndərir, məqsədi ona xeyir verməkdir. Niyə? İstiğfarı onun yadına salsın. Və izə ərada bi'abdin şərrən. Əgər Allah Müteal bir bəndəsinə şər vermək istəsə, fəəznəbə zəmbən, o bəndə günah eləyərsə, ətbəəhu bi ni'mətin, Allah Teala o günah eləyəndən sonra ona nemət verər. Niyə? Liyunsiyəhu əl-istiğfar. İstiğfarı unutsun. Deməli, biz bu hədisdən nəyi başa düşürük? Bəzən insanlar ki, günah eləyirlər, ardınca bəla gəlir, bu ilahi nemətdir ki, onlara istiğfarı yada salır. Bəzi insanlar da var ki, gecə-gündüz günah eləyirlər, elə nemətləri çoxalır. Bu artıq Allahın rəhmətindən uzaq düşmək. Bəli, Allahın rəhmətindən uzaq düşməkdir. Allah Teala istəyir bu neməti onlara verməklə istiğfarı onların yadından çıxartsın. Onlar bağışlanma diləməsinlər. Bundan nə başa düşürük? Bundan o başa düşürük ki, bağışlanma diləməyin özü Allah Teala'nın bəndəsinə verdiyi bir xeyirdir, bir lütfdir. Hədisin ardınca Allah Müteal buyurur ki, وَهُوَ قَوْلُ اللّٰهِ عَزَّ وَجَلْ سَنَسْتَدْرِجُهُمْ مِنْ حَيْثُ لَا يَعْلَمُونَ. Bu Allah Teala'nın tezliklə bilmədikləri yerdən tədricən yaxalayacaq, istidrac edəcək, onları istidrac edəcək ayəsinin məzmunudur. Yəni nə? Allah Teala Əraf surəsinin 182-ci ayəsində belə buyurur: وَالَّذ۪ينَ كَذَّبُوا بِآيَاتِنَا. O kəslər ki, bizim ayələrimizi inkar edirlər, təksib edirlər, سَنَسْتَدْرِجُهُمْ مِنْ حَيْثُ لَا يَعْلَمُونَ. Onları tezliklə, tədricən bilmədikləri yerdən yaxalayacaq. İstidrac nəyə deyərlər? İstidrac yəni tədricən, pillə-pillə, mərtəbə-mərtəbə həlakətə yaxınlaşmaq. Mərtəbə-mərtəbə insan özü də hiss eləmir, cəhənnəmə yaxınlaşmaq. Biz ki, əvvəlki hədisi oxuduq, bu ayənin məzmunu, dedi, o hədisdə gəlir. Yəni, bir adam ki, günahı eləyir və günahın ardınca Allah Teala ona nemət verir, o başa düşsün ki, onu tədricən Allah Teala cəhənnəmə doğru yaxınlaşdırır. Əli əleyhissalamdan bir hədis var. Hədisdə buyurulur ki, rifah və asayişdə yaşayanlar istidracın təhlükəsinin fikrində olsunlar. O kəslər ki, elə ömürləri rifah içərisində keçir, asayiş içərisində keçir, heç bir çətinlikləri yoxdur. Onlar düşünsünlər ki, mən nə eləmişəm ki, Allah məni çətinliyə salmır. Olmaya istidraca düşmüşəm. Olmaya Allah Teala məni pillə-pillə, yavaş-yavaş cəhənnəmə doğru aparır. Bəzən, onu da qeyd edeyim ki, istidracın müxtəlif formaları olur. Məsələn, bəzən Allah Teala bəndənin bütün eyiblərini örtür. Məqsəd də budur ki, hamı ona tərif desin. Hamı ona bəhbəhlər desin. Bu amildə istidracın mistaqlarındandır, nümunələrindəndir ki, insanı həlakətə aparanlardandır. İmamdan soruşdular ki, biz hardan bilək ki, bizə verilən nemətlər istidracdır, bizi cəhənnəm oduna aparır, yoxsa yox, yoxsa Allah Teala'nın bizə verdiyi nemətdir. İmam buyurdu ki, əgər nemətlərin şükrünü edirsənsə, nigaran olma, istidrac deyil. Deməli, nemətin müqabilində şükür də mühüm məsələdir. Təşəkkür edirik, Hacı. Qısa fasiləyə ayrılaq.